İmam Əli haqqında bunları bilirdinizmi? 6 yaşı olarkən Həzrət Məhəmməd Salavatullahı himayə edib, tərəfini saxlamağa can atır, harada olsaydı onunla birlikdə olardı. 10 yaşı olarkən Həzrət Məhəmməd Peyğəmbər seçildi və İmam Əli ona iman gətirdi. 16 yaşı olarkən Məkkəlilər onları iqtisadi blokadaya saldılar və çətin şəraitdə qaldı. 19 yaşında atasını itirdi. 23 yaşında hicrət gecəsi fədakarlıq edərək Peyğəmbərin yerində yatdı. 24 yaşında Həzrət Fatimə ilə evləndi. 25 yaşında Bədir döyüşündə iştirak edib qəhrəmanlıq göstərdi. 26 yaşında Ühüd döyüşündə igidlik göstərdi və barəsində Əlidən savayı dəliqanlı, Zülfüqardan başqa qılınc yoxdur, deyildi. 27 yaşında anasını itirdi. 28 yaşında Xəndək döyüşündə iştirak edərək adını dillər əzbər etdi və pəhləvanları öldürən, dəstələri darmadağın edən kimi ləqəblər qazandı. 30 yaşında Xeybər döyüşündə iştirak etdi və Xeybər Fatihi ləqəbini aldı. 31 yaşında qardaşı Cəfər Təyyarın şəhid olma xəbərini eşitdi. 32 yaşında Məkkənin fəthində iştirak edib öndə gedənlərdən oldu. Həmin ildə Hüneyn döyüşündə də iştirak etdi. Sonra bəraət, yəni Tövbə surəsini çatdırması üçün Allah Rəsulu tərəfindən məmur oldu. 33 yaşında Qədirxumda Allah Rəsulu tərəfindən imamlığı və xəlifəliyi elan olundu. Üstündən 2 ay 16 gün keçdikdən sonra Peyğəmbər vəfat etdi. Peyğəmbərin vəfatından 75 yaxud 95 gün keçdikdən sonra həyat yoldaşı Həzrət Fatiməni itirdi. 24 ilə yaxın səbirli oldu və hər bir möhnətə dözdü. Hicrətin 11-ci ilindən 35-ci ilinə qədər. 3-cü xəlifə qətlə yetirildikdən sonra xalq onun üstünə tökülərək onu xəlifə görmək istədiklərini dedilər. İmam Əli əleyhissalam hicrətin 35-ci ilində məcbur qalıb 58 yaşında ikən hakimiyyəti öz üzərinə götürməli oldu. Onun xilafət və hakimiyyət illəri 4 il 9 ay olmuşdu. 59 yaşında Cəməl döyüşü baş verdi. 60 yaşında Siffin döyüşü baş verdi. 61 yaşında Nəhrəvanda xəvariclə döyüş baş tutdu. 63 yaşında isə xəvaricdən olan Əbdürrəhman ibn Mülcəm Muradinin zəhərli qılıncı ilə sui-qəsdə məruz qaldı. Nəticədə ağır yaralandı və 2 gün sonra şəhid olaraq dünyasını dəyişdi.